Bismillahirrahmanirrahim. Bugünkü gün Hz. Peyğəmbər əleyhissalamın məbəəth bayramı, yəni Hz. Peyğəmbər əleyhissalamın ilk dəfə Allah tərəfindən zahiri Peyğəmbər seçilməsi və onun bəşəriyyət aləminə tanınması günüdür. Biz bu məbəəth bayramı münasibətilə bütün dünya müsəlmanlarını, möminələri təbrik edirik və Allahdan Hz. Peyğəmbər əleyhissalamın dünyada ziyarətindən, axirdə şəfaətindən bir nəsib olmamağı arzu edirik, dua edirik. Allah İslam aləminə birlik, sülh, qardaşlıq gətirsin tezliklə inşallah. Bu məbəəth bayramı belədir ki, Hz. Peyğəmbər əleyhissalamın 40 yaşı tamam olduğu vaxt mağarada ki, tarixdə biz bunu oxumuşuq, orada ibadət eləyərdi, Həra dağına gedərdi. O günlərin Hz. Cəbrail əleyhissalamın Peyğəmbərə nazil olması və Qur'anın ilk ayəsini Bismillahirrahmanirrahim İqra bismi rabbikəl-ləzi xalaq, xalaqal insana min alaq və ilaxirə ayələrin nazil etmişdir və Cəbrail əleyhissalam Peyğəmbər əleyhissalama ilk buyurduğu kəlam, ey Peyğəmbər, Allahın adı ilə oxu günən ayəsini nazil eləmişdir. Bugünkü gündə Hz. Peyğəmbər əleyhissalamın dünyaya gəlişi və onun Peyğəmbər seçilməsi məsələsi çox danışılıb, çox təhlil olunubdur. Amma bizim əqidəmizdə belədir ki, biz Hz. Peyğəmbər əleyhissalamı dünyaya gəlməmişdən Peyğəmbər tanıyırıq. Çünki Allahın, necə deyərlər, əvvəldən proqramı var, əbədi bir proqramı var. Hz. Peyğəmbər əleyhissalamı ruhlar aləmində ruhları xəlq etdiyi zaman onların hamısından qabaq Hz. Peyğəmbər əleyhissalamı ruhun xəlq eləyib və dünyanı da Hz. Peyğəmbər əleyhissalama xatir yaradıbdır. Və illər keçdikcə Adəm əleyhissalam və digər peyğəmbərləri dünyaya göndərərək özünün yer üzərində olan peyğəmbərlərini insanları hidayət etmək üçün onlara tanıtdırıbdır. Və bir dövr gəldi, Hz. İsa əleyhissalamdan təxminən 5-6 əsr sonra dünyaya yeni bir peyğəmbərin gəlməsi artıq zərurət, vacib oldu. Əli əleyhissalam 94-cü xütbəsində Nəhcül Bəlağədə buyurur ki, Allah Teala insanların doğru yoldan azaraq öz işlərində sərgardan qaldıqları səhv və bəsirətsizliklərinə görə fitnə, fəsad yoluna qədəm qoyduqları bir vaxtda Həzrət Məhəmmədə sallallahu əleyhi və səlləm peyğəmbərlik verdi. Yersiz istək və arzular onları yaxalamış, təkəbbürlük və xudpəsəndlik onları yanlışlıqlara vadar etmiş. Cəhalət və nadanlıqları onları düşüncəsiz və qammaza çevirmişdir. Bu baxımdan əgər biz Hz. Peyğəmbər əleyhissalam dövrünə diqqət eləsək, görərik ki, insan həmin cəmiyyətdə artıq bir əşya qədər də olsa qiyməti olmayıb. İnsanlar öz dünyaya gələn qız uşaqlarını diri-diri bastırırdılar və kimin gücü çox idi, zəifi əzirdi, hətta başqasının ailəsini istədiyi vaxtı, istədiyi hərəkət eləyə bilərdi, götürərdi, heç kəs ona bir söz deməzdi. Yəni bu baxımdan cahiliyyət, nadanlıq, həddin aşmış və pozğunçuluq, zülm, ədalətsizlik və digər əməllər artıq cəmiyyəti bürümüşdür. Belə bir dövrdə Allah Peyğəmbər əleyhissalama zahiri peyğəmbərlik verirdi. Peyğəmbər əleyhissalam dünyaya gələndə əqidəmiz budur ki, peyğəmbər idi və 40 yaşa qədər Allah onu özü tərbiyə eləyib, özü onu qoruyub, Qur'anı onun qəlbinə otuzdurub. 40 yaşında Hz. Peyğəmbər əleyhissalam xalqa deyəndə ki, mən Allahın göndərilmiş peyğəmbəriyəm, əksəriyyət Hz. Peyğəmbər əleyhissalamı qəbul elədilər. Çünki 40 il onlar Hz. Peyğəmbər əleyhissalamı artıq tanımışdılar. Ona Məhəmməd Sadiq, Məhəmməd Əmin,
və bu kimi ləqəblər vermişlər. Əmin, salamat adam, düzgün adam, düzgün insan deyərək Həzrəti artıq bütün Məkkə əhli tanıyırdı. Və ona bir çox əlamətlər də bəxş eləmişdi ki, insanlar ondan qeyri-adi hərəkətlər, ondan sonra kəlamlar eşidirdilər. Baxırdılar ki, bu söz onun yaşına uyğun deyil, hətta kiçik yaşlarında belə. Həzrət Peyğəmbər əleyhissalamın ta 40 yaşına qədər qorunması və tərbiyə olunması Allahın mələkləri vasitəsilə ki, Quran buna bizə xəbər verir. Və Quran-ı Kərim bizlərə Həzrət Peyğəmbər əleyhissalamın əşrəfül ənbiya olduğunu və əfzalül ənbiya olduğunu buyurur və onun bütün sifətlərini də Quran-ı Kərimdə bizə bəyan edib. Xuluqun əzim deyir. Yəni ən əzəmətli, bütün dövrlərdə ən yüksək əxlaqa sahib olan şəxslərdən də üstünü Həzrət Peyğəmbər əleyhissalam özü olub ki, Quran-ı Kərim bunu bizlərə bəyan edibdir. Həzrət Peyğəmbər əleyhissalam elə bir dövrdə çox çətinliklə bütün əzab, əziyyətə qatnaşaraq Allah dinini özü və ailəsi ilk dəfə onun vacibatı, onun ibadət itaətini əmələ aşırırdı və bu işdə Allahın yardımı təbii ki var idi. Həmin dövrdə ki Peyğəmbər əleyhissalam Quran-ı Kərimi, Quran ayələrini ətrafındakı olan insanlara söyləyirdilər. Həzrətin bu söylədiyi ayə onları hətta tək Allaha, tövhid olan Allahına tərəf çəkirdi. Çünki o dövrdə elə bir Quran kimi kəlam heç kəs eşitməmişdir. Necə ki Quran-ı Kərimdə Allah Teala buyurur ki, bütün insanlar yığışsa da bizim söylədiyimiz ayələrin birini belə gətirə bilməzlər, ona oxşarın gətirə bilməzlər. Həzrət Peyğəmbər əleyhissalamın buyurduğu həyatda bir çox hədislər bugün də dünya, bəşəriyyət tərəfindən qəbul edilibdir. Bugün də əgər biz baxsaq Peyğəmbər əleyhissalamın həyatında, yaşayışında olan onun davranışları dünyada hər bir insaflı və həqqatı axtaran şəxslər tərəfindən artıq, hətta İslamdan bir şey bilməsə də Həzrət Peyğəmbər əleyhissalamın əxlaqına baxıb İslam dinini qəbul edirlər. Həzrət Peyğəmbər əleyhissalamın qəbul edilməsi bugünkü gündə qərb və şərqdə artıq minlərlə, 10 minlərlə hər ölkədə İslamı artırır. Hətta mən bu yaxında bir yerdə rast gəldi. Yaponiyada bir şəxs qeyd etmişdi ki, Yapon xalqı yatmış müsəlmandır. Yəni buradan bir gözəl bir məna da çıxır. Yəni bunu ilə demək istəyir ki, Yapon xalqı çox işgüzar, çox düzgün, elmə diqqət eləyən, ondan sonra zamanının ən inkişaf etmiş bir ölkəsidir xalq. Həmişə bilirsiniz ki, müasir elm, texnika Yaponiyada necə inkişaf edib. Onlar o işdə düzgünlük, hər bir şeydə baxanda Yaponiyanın hər bir belə deyək, istehsal deyək, insanların əxlaq, bir-birinə olan münasibətlərini görsək, elə deyərsən ki, İslamın dediyi bütün hər bir şey orada var. Qeyd etdiyimiz kəlamda onlar yatmış müsəlmandırlar. Yəni artıq bilmirəm Yaponiyada İslam gündə yüzlərlə insanı müsəlman eləyir. İslam idarələr, dərnəkləri artıq hər gün müraciət eləyənlərin sayı gündən-günə artır. O cümlədən də qərb ölkələrində bu cürədir. Yəni bugünkü gün artıq dünya başa düşür ki, Allah tərəfindən göndərilən bütün peyğəmbərlər hamısı haqq yol üzərində göndərilmişdir və bir-birini də təsdiq eləmişdir. Bizim Peyğəmbər əleyhissalam bütün 124 min peyğəmbəri hamısını qəbul edib və bizlərə də Quran-ı Kərim buyurur ki, bizdən əvvəlkilər də İsa əleyhissalam, Musa əleyhissalam və digər peyğəmbərlər də etiqadımızda Allahın göndərilmiş peyğəmbərləridir. Amma baxırsan ki, həmin peyğəmbərlər ki, keçmişdə olub İsa əleyhissalam, Musa əleyhissalam və digər ümmətlər ki, onu öz peyğəmbərləri bilirlər, görürsən hələm gəlib bizim Peyğəmbər əleyhissalama çatmayıblar. Və əql sahibləri, elm sahibləri təhqiq eləyəndən sonra artıq Peyğəmbər əleyhissalamın haqq olduğunu bilib İslamı artıq qəbul edirlər. Yəni Həzrət Peyğəmbər əleyhissalamın həyatına biz diqqət eləsək, əlbəttə
dünya ahirette bizler için faydası var. Hatta ahirete köçmemişten evvel elə dünyanın abadlığı bizde inşallah bərpa olar. Biz bu münasibətle bir daha Hazreti Peygamber Aleyhisselam'ın Məbəs bayramını əziz müsəlmanlara təbrik deyirik və arzu edirik ki, hər bir müsəlman öz Peyğəmbərini yaxşı tanısın və Peyğəmbər Aleyhisselamın müsəlmanım deyən ümmətinə həqiqi onun yolun gedən mümin insanlardan olsunlar və Allah dünya müsəlmanlarını tezliklə yer üzərində rəhbər qərar versin inşallah.